Salam dostlar, bu videoda Samsung Galaxy A54 telefonunu inceləyəcəyik və həmən başlayaq dostlar. Bu incələməmizin əsas məqsədi Samsung Galaxy A54-ün 2026-cı ildə alına biləcək və yaxud alına bilməyəcək telefonlardan olduğunu bildirməkdir. Dostlar, telefonumuzun dizaynından başlayaq. Telefonumuzun dizaynı yəni pis deyil, sadəcə yenə deyim, indiki A seriyasından biraz daha qalın çərçivələri görəsiniz. Metal çərçivəsinin olduğunu mən deyə bilməyəcəm, çünki burada da plastik çərçivədən istifadə olunub və arxa hissəsi də həmçinin telefonun metal əslində şüşə deyil, sadəcə plastik materialdan istifadə olunubdur. Dostlar, indi isə telefonun əsas məsələsinə keçək, yəni texniki detallarına. Dostlar, telefonumuz 2023-cü ildə istehsal olunub və 5G-ni dəstəkləyir. Telefonumuz 200 qramdır, yəni çox da yüngül telefon demək olmaz buna. Telefonumuz amma yaxşı, yəni suya qarşı dayanıqlı telefondur. IP67 sertifikatı mövcuddur. Telefonumuzun ekranı dostlar Super AMOLED-dir, yəni bütün Samsunglarda olduğu kimi üzr sayın. Bir çox Samsungun yəni istehsalları texnologiyadan istifadə olunubdur. Super AMOLED 120 Hz bu ekran dostlar və Corning Gorilla Glass 5 ilə qorunur. Yaxşıdır. Corning Gorilla Glass 5 dostlar, yəni Gorilla Glass'ın son versiyası olaraq keçir. Ondan sonra Victus deyəsən, Corning Gorilla Glass 7-yə qədər. Ancaq Corning Gorilla Glass 5 də yaxşı versiyadır. Dostlar, telefonumuzun prosesoru Exynos 1380 5 nanometr və Mali G68 MP5 ekran kartı mövcuddur. 2026-cı ildə də kifayət qədər performansı olacaq bu telefonun. Yəni Luboy oyunu oynaya bilərsiniz bunda. Orta və yüksək ayarlar çərçivəsində olasıdır. Prosesorumuz da Samsungun öz prosesorudur. Dostlar, telefonun yaddaşı maksimum 256 GB yaddaş və 8 GB RAM. Kameralarımız deməli 50 megapikseldir, 12 megapikseldir, bir də 5 megapiksellik makro kameramız mövcuddur. Yəni 3 dənə kamera. Deməli, video çəkir 4K 30 FPS, 1080p 60 FPS, 720p 480 FPS. Telefonun Antutu xalı isə 500.000, 506.000 xaldır. Telefonumuzun bataryası isə 5000 mAh-dır. Gündəlik istifadə üçün və oyun təcrübəsi baxımından gözəl bir telefon dostlar və 2026-cı ildə də bunu alıb könül rahatlığı ilə istifadə edə bilərsiniz. Dostlar, video bu qədər. Bu videodan əgər xoşunuz gəldiysə bu videoya like ataraq kanala abunə olmağı unutmayın. Çox sağ olun.